Kosinus 240 dərəcə və kosinus 350 dərəcə işarələr müəyyən edək. Biz bilirik ki, x oxu kosinus oxudur, kosinus x və y oxu sinus oxudur. 243 dərəcə, baxın, bura 90 dərəcədir, bura 180 dərəcə, bura 0 və ya 360 dərəcə və bura 270 dərəcə. 243 dərəcə 180 ilə 270-in arasındadır. Deməli, bu düşür 3-cü rübə. Baxın, 1-ci rüb, 2-ci rüb, 3-cü rüb və 4-cü rüb. Bu düşür 3-cü rübə. 3-cü rübdə kosinus mənfi alır. Çünki x oxunun mənfi tərəfidir. Baxın, kosinus olacaq mənfi. Deməli, A-nın işarəsi 0-dan kiçikdir. A 0-dan kiçik olacaq. İndi isə kosinus 350 dərəcə. 350 dərəcə 270 ilə 360 arasındadır. Yəni 4-cü rübə düşür. 4-cü rübdə kosinus müsbət alır. Çünki x oxunun müsbət tərəfindədir. Onda B-nin işarəsi 0-dan böyük olacaq. Yəni A oldu mənfi, B-miz oldu müsbət. Cavab bu şəkildə olacaq.